Salam əziz Zeys Optik Salon izləyiciləri. Bugün sizə mən xameleon şüşələr haqqında məlumat vermək istəyirəm. Xameleon şüşələr bildiyiniz üzrə iki funksiyanı daşıyır. Çöl şəraitində günəşin altında tündləşməsi və qapalı şəraitdə rənginin açılması. Xameleon şüşələrə eyni zamanda Zeiss Photovision şüşələrini də misal göstərmək olar. Zeiss Photovision eynək şüşələrinin satışı 2011-ci ildən bəri həyata keçirilir dünya üzərində. Və eyni zamanda Zeiss Photovision eynək şüşələrinin digər xameleon şüşələrdən ən əsas fərqlərindən biri budur ki, dözümlülüyü, rəng sabitliyi və mavi işıq qorumasıdır. Dözümlülük bu eynək şüşələri fəaliyyətini uzun müddət davam elətdirir və eyni zamanda uzun müddətli məmnuniyyət təşkil edir. Siz bu eynək şüşələrini bir ildə istifadə etsəz, ilk dəfə almış kimi görünəcəklər. Rəng sabitliyi. Bu eynək şüşələri uzun müddətli rəng sabitliyinə malikdir. Bu özünü şüşə tündləşəndə göstərəcəkdir və şüşənin hər bir hissəsi eyni dərəcədə tündləşməyə malikdir. Eyni zamanda Zeiss Photovision eynək şüşələri UV400 qorumaya da malikdir. Mavi işıq qoruması. Zeiss Photovision eynək şüşələrinin xüsusiyyətlərindən biri də mavi işıq qorumasıdır. Hansı ki, qapalı şəraitdə gözü 20%-ə qədər mavi şüalardan, zərərli mavi şüalardan müdafiə edir. Bu dəyər boz rəngli xameleon şüşələrdə isə 30%-ə qədər yüksələ bilir. Eyni zamanda Zeiss'in Photovision eynək şüşələri 7 ilə 89% aralığında dəyişən tündləşmə dərəcəsinə malikdir. Zeiss Photovision eynək şüşələrinin əlimizdə boz və qəhvəyi rəngləri mövcuddur. Siz də yaxınlaşıb Zeiss Optik Salon dükanımızdan əldə edə bilərsiniz.